Baxın da, bu bir qeyrət. Görürsünüz də İlham Əliyev. Əlində Quran tutub, meçiddədir bu alçaq, bu bir qeyrət. Bu münafiqdir, bu fasikdir, bu Azərbaycan xalqının düşmənidir. Bu kayfuşkadır. Baxın, narkotiki yiyəndən sonra yine gündədir bu bir qeyrət köpək oğlu. İndi bu bir qeyrət bu vəziyyəti özünü gətirib çıxartıbsa, bunun görün gəlini kimlərlə oturur durur, bir fikir verin. Fikir verin də bu alçağa ki, bu alçaq hansı bir faşəni gətirib Azərbaycana. Yəni bunu anlamaq lazımdır, başa düşmək lazım. Buna bax. Buna baxın, buna bax. Qıçını gör hələ qaldırıb, kim qaldırıb özü bunu, bu faşəni. Baxın, görün ha. Bu dəhşət deyə bu, başa düşürsünüz, bunu anlamaq lazımdır. Polad Bülbüloğlu da, Polad Bülbüloğlu, diqqətlə baxın, onun əlindən öpür. O qədər bu əlində onun bunun şeyini saxlayıb, ağzında o qədər onun bunun şeyini sorub ki, Polad Bülbüloğlu da bunun əlindən öpür. Fikir verin, fikir verin ha, bu alçağa. Yəni ki, bunun əlindən də öpürlər hələ. Bu biabırçılıqlar, məsələn üçün, sözlə deyiləsi deyil. Baxın, görün, bu kimlərlə hansı pozalarda olubdur. Mən də o birisi şeyləri göstərmirəm. Amma mənə Ukraynadan, Odessadan xəbər gəlibdi. Mən o barədə istərdim əsas deyim. Nə xəbərdir o? Deməli, Azərbaycan Əlin Ağayev oraya bir 20 nəfər MTN işçisini yollayıbdı. Bu MTN işçiləri də gediblər orada, sergiyi axtarırlar, bilmirəm kimi axtarırlarsa, kimi harada tuturlarsa, deməli 20 nəfər orada MTN işçisi tutulubdur. Nəyə görə tutulubdur? Çünki bunlar gediblər Odessada başlayıblar sergiyi axtarmağa, hamısını da tutanları da tapancağın üstündə tuturlar, şalvarı çıxart girən və adı nədir, şeylə girən, şeylə bunu qatızdırıb, əlləyib durğuzurlar, həmin o tutulan adamların. Sonra şəkirə baxırlar, şeyə baxırlar, bu sən dövsən, get. Bunlar bir nəfər, bir 10-15 nəfər beləsə bu günə qoyublar. Bunlar da gediblər, oranın polisidir, jandarmasıdır, milisidir, nədir, şikayət ediblər ki, abalan bizi tutublar beləsinə, deyiblər ki, tutub neynirlər ki sizə? Deyir, zorlayıblar sizi, ya başlı. Deyir, yox, tuturlar bizim şeyimiz, adımızı oynadırlar, qaldırırlar ki, bilsinlər ki, biz nə bilim, nəyəsə axtarırlar, kimsə şeyini axtarırlar orada. Sən demə, Sergeyi axtarırlar ki, Sergey bunu nətər eləyibdir, ya nə eləməyib. Elə onu axtarınca, eləyincə, baş üzə. Elə Azərin elə çıxartın şeyini qoyun ortalığa, Heydərin şeyini qoyun ortalığa ki, bunu ağzına verən kimdir? Açığı da, yəni ki, bu boyda da gedib orada nə poxlar yiyirsiniz, gedib bu cürlə axtarışlar eləyirsiniz. 20 dənə MTN-in işçisi Ukraynada tutulubdur. Siz baxın, görün ki, nə qədər alçaqdılar ki, gediblər